Bakıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdürü Azər Maksudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Turkustan az məlumat verir ki, bugün Sabunçu rayon məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Azər Maksudovun 3 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum olunmaqla 5 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra məhkəmə qərar qəbul etmək üçün müşavirə edib. Müşavirədən qayıdan hakim hökmü elan edib. Hökmə əsasən təqsirləndirilən şəxs nəqliyyat vasitəsini 1 il idarə etmə hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum olunub. O, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək. Həmçinin məhkəmə qaldırılan mülki iddianı baxılmamış saxlayıb. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məntəqə tipli cəza çəkmə müəssisəsindən qeydiyyatdan keçənədək dəyişdirilmədən saxlanılsın. Qeyd edək ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib. Azər Maksudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi Mercedes markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acalağlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Maksudov xəsarət alan Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərməri Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-sında keçirilən beynəlxalq elmi konferansda iştirak etmək üçün gəlibmiş.